Bəh, çox gözəldir bu ayna. Qardaş, hazırla bir dəqiqəyə gəlim aparım. Söz üstə. Sağ olasın. Qədimdən ilin axır çərşənbəsi ailələr Novruz bayramına hazırlaşmaq üçün axır işlərini görərlər. Özür üçün bilirsiniz, Azərbaycan yerində ilin 4 dənə axır çərşənbəsi bu cür adlanar. Su, ot, yel, topraq. Topraq çərşənbəsinin ən önəmli dəvlərindən biri ot yandırıb üstündən atılmaq və bu sözü deməkdir. Atıl batıl çərşənbə, ayna təkim bəxtim atıl çərşənbə. Ağırlığım, yorğunluğum odlara, mənimlə hobbulmayan yadlara. Ay sən necə bu klipə baxırsan? Həyatın su kimi aydın, ot kimi isti, yel kimi azad, topraq kimi bərəkətli olsun. Axir çərşənbən mübarək. Sizin bu taze bayramınız mübarek. Ay seni